Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib. Onlar kimdilər, harda çalışırlar, nə işlərlə məşğuldular? Bu qəbildən suallar arasında xüsusən xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın oğlunun kimliyi maraq doğurur. Qlobal İnfo xəbər verir ki, Modernaz bununla bağlı araşdırma aparıb. Məlum olub ki, Zeynəb Xanlarovanın oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılıb. 2018-ci ildə fəaliyyətə başlayıb. Ramin Babayevin kimliyinə gəldikdə, o 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsini bitirib. Təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən məzun olub. 2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük qaydalarının pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub. Ailəlidir, 3 övladı var. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.